2 milyonluq Bakıya 25 min ədəd taksi çoxdur. 20 milyonluq İstanbulda, 20 milyonluq İstanbulda 18 min ədəd taksi var. İstanbul Böyük Şəhər Bələdiyyəsinin 18 min ədəd taksisi var. Yəni biz 2 milyonluq, 3 milyonluq qeyri-rəsmi statistikaya görə lap 3 milyon yarımlıq Bakıya 25 min ədəd taksini neynirik? İctimai nəqliyyat keçir yanımdan, sabahdan. İndi bir videosunu çəkmişəm, onu da bu videoya əlavə eləyəcəm. Baxın, qarşıda avtobuslar var. İnanın səmimiyyətimə, and olsun Allaha, avtobusların içi boşdur. Niyə? Çünki taksi ilə avtobus demək olar eyni qiymətdir. Hər kəs ona görə taksidən istifadə edir. Tıxac ona görə çoxdur. Avtobus zolağı çəkilib, ictimai nəqliyyatın hərəkətində çox mühüm dəyişikliklər olunub. İctimai nəqliyyatın hərəkətinin düzgün funksional idarə olunması üçün hər bir imkan yaradılıb. Amma 25 min ədəd taksi var. Bu 25 min taksi kimə lazımdır? Baxın, avtobuslara baxın, xahiş edirəm. İçi bomboşdur. Baxın, 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 baxın. Baxın, 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 bomboş. Bomboş, bomboş. Niyə? Çünki hər kəs taksi ilə gedir.